Salam əziz informatika öğrencilərimiz, sizinlə mən Səadət Məhərrəmova. Bugün biz sizinlə Dövlət İmtahan Mərkəzinin 2025 informatika test toplusunun informasiyanın ölçü vahidləri, informasiyanın miqdarının ölçülməsi adlı testlərinin izahlarını verəcəyik. Gəlin birinci sualımızdan başlayaq. Birinci sualımızda deyilir ki, informasiyanın tutumu 1,94 megabayta bərabər olan boş diskdə bir ədəd 0,5 megabaytlıq mətn faylı. İlk öncə 0,5 megabaytlıq mətn faylı. Sonra burada bizə deyilir ki, 512 kilobaytlıq şəkil faylı. 512 kilobaytı 1024'e bölərək megabayta keçirdə bilərik. O da olacaq 0,5 megabayt. Deyir ki, şəkil faylı və 0,44 megabaytlıq səs faylı yazıldı. Diskdə neçə kilobayt boş yer qaldı? Gəlin birinci ümumi yazılanları cəmləyək. 0,5 megabayt, 0,5 megabayt və 0,44 megabayt. Bu bizə qaytaracaq 1,44 megabayt. Diskin ümumi həcmi 1,94 megabayt idi. Ondan 1,44 megabayta çıxanda qalacaq 0,5 megabayt. Sualın cavabında bizdən neçə kilobayt istədiyinə görə biz 0,5'i görən kimi gəlib 0,5'i götürə bilmərik. Buradan aldığımız 0,5 megabaytı kilobayta çevirmək üçün onu 1024'e vurmalıyıq. 1024 kilobayta vurduqda bizə qaytaracaq 512 kilobayt. Ona görə də doğru cavabımız olacaq Y variantı. Növbəti sualımıza keçid alaq. Deyir, 16 megabaytlıq diskə neçə 3 megabaytlıq səs faylı yazmaq olar? Deməli, diskin ümumi həcmi 16 megabaytdır. 3 megabaytlıq informasiya yazmaq üçün 16'nı bölürük 3'ə. 16'nı 3'ə böləndə bizə düşəcək 5 tam %33. 5 tam %33. Ədəd, yəni 5 tam %33 dəfə olacaq da burada. Neçə dənədir? Aldıq belə. İndi burada təsəvvür eləyin, bu 3 megabayt, daha sonra bu 1,3 megabayt, bu 1,3 megabayt, bu 1,3 megabayt, bu da 1,3 megabayt. Bunların ümumi həcmi belə biz verdik, tutalım ki 16'dır. Mən əlavə 5 yox, 6 götürsəm, onda burada diskin həcmi yəni 16 megabaytdan çox olar. Bizə deyir ki 16 megabaytın içinə neçə dənə 3 megabaytlıq fayl yaza bilərik? Biz də deyirik ki 5 dənə, yəni 16 megabaytın içinə 5 dənə yerləşir. Doğru cavabımız ona görə də 2'də olacaq, B variantı. Bəzən burada çaşıb 6 götürürlər. Yoldaşlar, daha sonra 6'nı 3 megabayta vurduqda bizə 18 megabayt verir. 16 megabaytın içinə 18 megabaytı yerləşdirmək mümkün deyil. Ona görə də bu doğru cavab deyil. Yəni doğru cavabımız 5 dəfə olacaq. Orada 1 megabaytlıq yer boş qalsın, zərər yoxdur. Amma biz yəni 16 megabaytlıq yerə 18 megabaytı necə yerləşdirək? Bu mümkün deyil. Ona görə də cavabımız olacaq 5 dənə, 5 dənə, 5 dəfə yaza bilərik. Deyir ki, informasiyanın sadalanan ölçü vahidlərindən ən böyüyü hansıdır? Ölçü vahidlərinin indi onların yanı rəqəmlərdə yazılmalıydı. Məsələn, bir bit var, ondan sonra bitdən sonra gəlir ölçü vahidi bayt, baytdan sonra kilobayt, daha sonra megabayt, daha sonra gigabayt, daha sonra terabayt, yəni bu ardıcıllıqla gedir. Bunların içərisində bizdən soruşur ki, sadalanan ölçü vahidlərindən ən böyüyü hansıdır deyir. Deməli, burada ən böyüyü olacaq terabayt. Yəni, bunların əslində yanına yenə 1 yazılmalıydı. Sadalanan ölçü vahidlərindən ən kiçiyi isə olacaq deməli, bayt olmuş olacaq.
Çünki bit olmayanda ən kiçiyi byte olmuş olur. Növbəti 5-ci sualımızda bizə deyilir ki, 2048 kilobayt üstəgəl 3 megabayt ifadənin nəticəsini tapın. Bunu iki cür yaza bilərik. Ya hər ikisini kilobayta çevirə bilərik. Yəni 2048 kilobayt, 3 megabaytımızı da 1024-ə vursaq, olacaq 3072 kilobayt. Bu bizə qaytaracaq 5120 kilobayt. Baxırıq ki, kilobayt ilə ifadə olunanlarda bu cavab yoxdur. Deməli, megabayt ilə ifadə etməliyik. 2048-i 1024-ə bölürük, düşür 2 megabayt, üstə gəl 3 megabayt. Doğru cavabımız olacaq 5 megabayt və yaxud da elə 5120 kilobaytımızı 1024-ə bölərək 5 megabaytı ala bilərik. Doğru cavabımız olacaq C variantı. 6-cı sualda klaviatura sözü 32 simvollu əlifbada. Biz bilirik ki, 32 simvollu əlifbada ümumi simvolların sayı 32-dir. N bərabərdir 2 Hartley düsturuna əsasən bir simvol yaddaşda 5 bit yer tutur. Klaviatura sözündəki simvolları sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə və burada 10-u 5 bitə vurduqda bizə qaytaracaq deməli 50 biti. Bizdən cavabda 50 bit C variantında ifadə olunub. Deməli ona görə də doğru cavabımız olacaq C variantı. 7-ci sualımıza keçid alaq. Deyir ki 1600 16384 16384 biti kilobayta keçirmək üçün 2 üstündə 13-ə bölə bilərik. 2 üstü 13-ün qarşılığı da 8192-dir. Yəni 8192-yə böləcəyik. Bu da bizə qaytaracaq 2 kilobayt. Deməli, doğru cavabımız olacaq D variantı. Və yaxud da 16384 2 üstü 14 bitdir. Bitdən kilobayta keçəndə 2 üstü 13-ə bölürük. Böləndə 3-lər çıxılacaq, qalacaq 2 üstündə 1 kilobayt. O da 2 kilobayt deməkdir. 8-ci sualımız ilə davam edək. 8-də 1 terabayt. Deyir neçə baytdır? O zaman biz avtomatik 1 terabaytın 2 üstündə 40 bayt olduğunu qeyd eləməliyik. 8-də 1-i vururuq 2 üstündə 40 bayta. Burada vuranda ixtisar gedəcək, qalacaq 2 üstü 37 olacaq deməli bayt. Yəni 2 üstü 37 bayt olmuş olacaq. Yəni bu 8 burada 2 üstü 3-dür. İxtisar gedəndə 40-dan 3-ü çıxacam, olacaq 2 üstü 37. Bizdən də konkret cavabı istədiyinə görə doğru cavabımız olacaq Y variantı. 9-cu sualımızda deyir ki, ifadənin nəticəsini kilobayt ilə müəyyən edin. Baxın, indi biz hamısını kilobayta çevirə bilərik, yəni və yaxud da birbaşa cəmləyib. Məsələn, bax, burada 1024 baytımız 1 kilobaytdır. Yəni, bunu cəmə qatmaya bilərik. 2048 baytımız 2 kilobaytdır. Yəni, bunu da qatmırıq. Deməli, bunların ikisini istifadə elədim. Yerdə qaldı 512. Gəlin, lap geniş yazaq. 512 bayt plus 300 bayt olacaq. Plus 212 bayt. Bu bizə qaytaracaq. Deməli, 1024 baytı. 1024 baytımız da 1 kilobayt deməkdir. O zaman yoldaşlar 1 kilobayt, 1 kilobayt, 2 kilobayt. Bunların cəmi bizə qaytaracaq 4 kilobaytı. Ona görə də 9-cu sualımızın cavabı olacaq C variantı. 10-cu sualımız ilə davam edirik. Gücü 16 olan əlifba. Əlifbanın gücü deyəndə böyük N hərfi nəzərdə tutulur. N bərabərdir 2 üstü I düsturuna əsasən alırıq ki, bir simvol yaddaşda 4 bit yer tutur. Burada bizim 20 simvolumuz varsa, 20-ni vururuq 4 bitə olur 80 bit. Amma sualın şərtində cavabı baytla istədiyinə görə biz 80-i götürə bilmərik. Bitdən bayta keçmək üçün 8-ə bölürük, olacaq 10 bayt. Deməli, 10-cu sualımızın doğru cavabı olacaq D variantı. Sonra
11-ci sualımızda 32 simvoldan ibarət olan mətn, 32 simvollu əlifba. Ümumiyyətlə əlifbanın gücü, əlifbada olan ümumi simvolların sayı, məsələn, neçəsə simvollu əlifba, neçəsə simvollu kodlaşdırma sistemi deyəndə orada böyük eni nəzərdə tutur və biz böyük enlə bir simvolun yaddaşda nə qədər yer tutduğunu tapa bilərik. Bir simvolumuz yaddaşda 5 bit yer tutur. 32 dənə simvolumuz varsa 32-ni vuracağıq 5 bitə. Cavabı baytla istədiyinə görə bitdən bayta keçmək üçün 8-ə bölürük. Olacaq deməli 20 bayt. Ona görə də doğru cavabımız olacaq deməli B variantı. Məsələn, burada artıq bitlə 160 bit eləyir. Amma sualın şərtində bayt dediyinə görə biz gəlib 160-ı götürsək cavabımız yanlış olmuş olacaq. Növbəti 12-ci sualımızda 2 üstündə 2 plus 2 üstü 1 vurulsun 2 üstündə 1-dir də. Bu elə bil ki, olacaq 2 üstü 2, üstə gəlinsin 2 üstündə 2, yəni megabayt kimi götürürük də bunu. Çünki burada megabayt verib. 2 üstü 2 4-dür, bu da 4-dür. 4-dən 4-ü cəmləyəndə olacaq 8 megabayt, düzdürmü? 8 megabayt olacaq. 8 megabaytımızı bayt ilə ifadə elə deyəndə 8-in əvəzinə 2 üstü 3 yazıram. Megabaytın da əvəzinə 2 üstü 20 bayt. Çünki bizim 1 megabaytımız xatırlatma eləyirik. 2 üstündə 20 bayta bərabərdir. Onda deməli burada olacaq 2 üstündə 23 bayt. Doğru cavabımız olacaq 2 üstü 23. Yəni 12-də olacaq C variantı. Ümid edirəm aydındır, anlaşılandır, başa düşüləndir və izahdan sizə aydın olur. Yəni qaranlıq nəysə qalmır. Düşünürəm ki, başa düşürsünüz. Davam edək növbəti sualımız ilə. Gəldik 13-cü sualımıza. 13-cü sualımızda deyir ki, aşağıdakılardan hansılar doğrudur? Burada baxın, qarşılığı soruşur. Yəni, bərabərliyin doğru olduğunu. 2 kilobaytımızı sağda bayt ilə ifadə eləyibdir. Yəni, 2 vurulsun 1024, 2048 bayt. Yəni, bu doğrudur. Birinci ifadəmiz doğrudur. İkincidə gəldik bizdən. İkincidə deyilir ki, 1 gigabaytımızı ifadə eləyibdir megabaytla. 1 gigabaytımız 1024 megabaytdır. Yəni 2 üstü 10 da megabayt deyə bilərik. Bu da doğrudur. 2560 kilobaytı ifadə eləyibdir megabaytla. 2560'ı bölürük 1024'ə. Bizə 2.5 megabayt qaytaracaq. Amma burada 0,5 verib. Bu yanlışdır. 2 üstündə 23 terabaytımızı biz əgər gigabayta çevirsək, 2 üstü 23 vurulsun 2 üstü 10 gigabayt yazarıq. Çünki 1 terabaytımız 2 üstü 10 gigabaytdır. Onda da burada olar 2 üstü 33 gigabayt olar. Amma bura baxın, burada 2 üstü 30 yazılıb. Deməli, bu da yanlışdır. Doğrularımız sadəcə və sadəcə 1 ilə 2 olacaq. Ona görə də 13-cü sualımızın cavabı C variantı doğru cavabdır. Keçid alaq 14-cü sualımıza. 14-cü sualımızda bizə deyilir ki, 20 gigabayt olan fayl 20% sıxıldıqdan sonra neçə bayt olar? Deməli, 20% sıxlaşdırma, ikinci bir adı olacaq, 20% həcmini azaltma və yaxud da 20% arxivləşdirmə. Bunların üçünün də mənası eynidir. İki cür qayda ilə bunu tapa bilərik. Birinci qaydamız necədir? Bax, faylımız 20 gigabaytdır da, düzdürmü? Bu 20 gigabaytdan vururuq, 20%-ni tapırıq. Yəni, 20 gigabaytın 20%-ni neçədirsə onu tapırıq. 20-ni
20%-ni tapmaq üçün 0,2-yə vururuq. Olur 4 gigabayt. İndi burada biz 20%-ni tapdıq da. Bu deyir ki, 20% sıxlaşdırmaq. 20% sıxlaşdırmaq, yəni 20% azaltmaq deməkdir. Onda 20 gigabaytdan çıxıram bax bu 4 gigabaytımızı. Alırıq 16 gigabayt. Burada cavabı baytla istədiyinə görə 16 2 üstü 4-dür. 1 gigabaytımız da 2 üstü 30 bayt olduğuna görə cavab olacaq 2 üstü 34 bayt. 2 üstü 34 bayt, yəni olacaq A variantı. Bu uzun bir həldir. Gəlin ikinci qaydasına baxaq. İkincidə yoldaşlar, bax bizim ümumi həcmimiz 100%dir. Onun 20% arxivləşdirilməsi, onun 80%-ni tap deməkdir. Onda gəlirik buradan 20 gigabaytı vururuq 80%-ə. Alırıq deməli 16 gigabayt. İndi onda buradan təzdən yenə 16 gigabaytın əvəzinə 230 bayt yazıram. Olur 234 bayt olmuş olacaq. Deməli, doğru cavabımız olacaq bəli, A variantı. Adətən insanlar bununla edir. Yəni 20% sıxlaşdırma o dəqiqə 100-dən 20-yə çıxırıq 80. Orijinal faylın, yəni 80%-ni tapırıq da başqa əlavə fərqli nəysə tapmırıq. Yəni sadəcə 80%-ni tapmaq kifayətdir. Vəssalam. Keçid alaq növbəti 90, daha doğrusu 15-ci sualımıza. 15-ci sualımızda bizə deyilir ki, 96 kilobayt. Baxın, sualın cavabını bit ilə ifadə edin dediyinə görə, ölçü vahidi kilobaytın əvəzinə 2 üstündə 13 bit yazıram. Burada da 1 bölünsün 32-nin əvəzinə 2 üstündə 5 yazırıq. İndi burada 96-nı olduğu kimi saxlayıram. 2 üstü 13 ilə 2 üstü 5 ixtisar gedəndə qalacaq 2 üstündə 8. 2 üstü 8 ölçü vahidi də bit olur. Cavablara baxırıq ki, elə bir cavabımız yoxdur da, yəni 96 vurulsundan yoxdur. Deməli 96-nı xırdalamalıyıq. Yəni 96-nı biz xırdalamalıyıq ki, görək 96 vurulsun 2-nin hansı qüvvətindən istifadə edə bilərəm. Onda gəldik burada 96-nı 6 vurulsun 16 yazıram. Lap 6 vurulsun 16 yox, 6-nın da içində axı nə var? 3 vurulsun 32. Gəlin belə yazaq. 2-nin qüvvəti var da orada da. Yazaq ki 3 vurulsun 32 vurulsun 2 üstü 8 bit. Burada 3 olduğu kimi qalır. 32 2 üstü 5-dir. Burada da 2 üstü 8 var. Yenə də olacaq 3 vurulsun 2 üstündə 13 bit olmuş olacaq. 3 vurulsun 2 üstü 13 bit. Görürük ki, elə cavab yoxdur. Deməli, baxın, qüvvətlər hamısı ən böyüyü 12-dir. Onda burada bu 13-dən, yəni 13-ün 2 üstü 1 ilə 2 üstü 12 yazanda olacaq 6 vurulsun 2 üstü 12 bit. Yəni bunun 2 üstü 13 bitinin 2 üstü 1-ini verirəm 3-ə. Olur 6, onu da 2 üstü 12-yə vuranda bizə qaytaracaq. Deməli, hansı ki 2 üstü 12-ni. Cavab olacaq 15-də B variantı. 16-cı sualımıza keçid alaq. 2 üstü 23 bitimiz konkret bilirik ki 1 megabayta bərabərdir. Yəni bu konkret bu vəziyyətdə ifadə olunacaq. Növbəti 4 megabaytımız çıxılsın 10 kilobayt yazırıq. Gəldik burada 4 megabaytı çevirirəm kilobayta. Olacaq 4096 kilobayt. Ondan çıxıram 10 kilobaytı. Burada çıxanda qalacaq 4086 kilobayt. 4086 kilobaytımız 17-də olacaq Y variantı. Davam edək. 18-ci sualımız ilə. Deyir ki, informasiyanın əsas ölçü vahidi hansıdır? Bir var ki, əsas ölçü vahidi. Bir də var ki, ən kiçik ölçü vahidi. Əsas ölçü vahidi baytdır. Ən kiçik ölçü vahidi desə bit olar. Yəni
18-də C, 19-cu sualımızda isə B variantı olmuş olacaq. Davam edək 20-ci sualımız ilə. Deyilir ki 5 terabayt vurulsun 3 bit, yəni hesablayın deyir. Bunun ən yaxşı yolu hər birini 2-nin qüvvətinə bitlə ifadə etməkdir. Bax, yuxarıda yazacağım terabaytın əvəzinə 2 üstə 43 bit. Sonra burada 3 bit olduğu kimi qalır. 2 megabaytın da əvəzinə 2 üstündə 23 bit yazıram. Aşağıda da 120 kilobaytın da əvəzinə 2 üstündə 13 bit yazıram. Burada bitlər, yəni hamısı ixtisar gedəcək, heç bir ölçü vahidi qalmayacaq. İndi baxın, 5 ilə 3 olacaq 15. 15-i də 2-yə vuracam. 5 ilə 3, 15. 15-i 2-yə vuranda 30 olur. 30 ilə 120-ni ixtisar aparanda aşağıda qalacaq 4. İndi 2 üstü 43, 2 üstü 23. Yuxarıda olacaq 2 üstündə 66. Aşağıda isə olacaq, bu 4 də 2 üstü 2-dir, olacaq 2 üstündə 15. 66-dan çıxıram 15-ə. Bizə qaytaracaq 2 üstündə 51-i. Ona görə də 20-ci sualımızın cavabı olacaq sadəcə D variantı. Bu kimi suallarda kəsirin surət və məxrəcini bitə gətirməklə rahatlıqla ixtisar etmək mümkündür. Yəni onu bitə gətirməsək, ixtisar eləmək yəni biraz mümkünsüz bir proses olacaq. Ona görə də çalışın ki, onu ilk öncə bitə gətirin. Növbəti 21-ci sualımızda 24 megabayt həcmi olan informasiyanı bit ilə ifadə edin. 24 megabaytın da əvəzinə 2 üstü 23 bit yazıram. Burada biz deməli nə yaza bilərik? 3 vurulsun 8 kimi yaza bilərik. 2 üstü 23 də bit yazdım. 3 vurulsun 8-in əvəzinə 2 üstü 3, digərdə 23 bit olacaq. 3 vurulsun 2 üstü 26 bit yazırıq. İndi burada baxaq görək cavablarımızda varmı? Bəli, xoşbəxtlikdən 21-də doğru cavabımız olacaq D variantı. Və yaxud da belə də ola bilər daha. 6 vurulsun 2 üstü 25 bit də ola bilərdi. 6 ilə də yaza bilərdik. Sadəcə 6 ilə cavablarda olmadığına görə elə 3 ilə olan doğru cavab hesab edirik. 22-ci sualımızda deyir ki, buradan 32 simvollu əlifba ilə kodlaşdırılmış 16 simvoldan ibarət olan məlumat 1026 simvollu əlifbaya çevrilərsə, bu zaman əlifbadakı simvolların sayı necə dəyişir? Ümumiyyətlə, yadınızda saxlayın. Bir simvollu əlifbadan digər simvollu əlifbaya keçən zaman simvol sayı dəyişmir. Həcmi dəyişəcək, amma simvol sayı dəyişməyəcək. Yəni 16 simvol 32 simvollu əlifbada 16 dənədir. Elə 1024 simvollu əlifbada da olacaq 16 dənə. Bir simvollu əlifbadan digər simvollu əlifbaya çevrilən zaman yalnız və yalnız həcm dəyişir. Həcmdə necə dəyişəcək? 32 simvollu əlifbada bir simvolumuz 5 bit yer tutur. Deyirik ki, 16 simvolumuz nə qədər yer tutacaq? V bərabər olacaq. 16 vurulsun 5, 80 bitə. Düzdürmü? Sonra deyik ki, yəni bu oldu 80 bit. Təzədən gəldik burada. 1024 simvollu əlifbada bir simvol yaddaşda 10 bit yer tutur. 16 dənə simvolumuz nə qədər yer tutacaq? V bərabər olacaq 160 bitə. Həcm dəyişir. Baxın, həcm dəyişdi. Amma simvol sayı ikisində də 16 olur. Simvol sayını dəyişdirə bilmirik. Simvol sayı dəyişmir. Doğru cavabımız olacaq B variantı ki, simvol sayı dəyişmir. Deməli, 23-cü sualımıza baxanda deməli
Deməli, burada baxın, biz deyir ki, əlinin buradan 6 dənə nəyi var? Deyir ki, 56 flash yaddaşı var. Bir flash yaddaşda 9000 kilobayt informasiya var. İkinci flash yaddaşda 160 megabaytlıq qrafik fayl sildikdən sonra 20 megabayt informasiya qaldı. Deməli, ikincidə nə qədər olacaq? Yəni, ikincidə 20 megabayt qaldı. 160-ı saxlayırsa, gəlin belə yazaq. Birincidə nə qədərdir? 9000 kilobayt. Sonra ikincidə deyir ki, ikinci flash yaddaşdan 160 megabaytlıq qrafik faylı sildikdən sonra 20 megabayt qaldı. Bizə qalan lazımdır deyənə 20-ni yazırıq. Üçüncü flash yaddaşda 2-də olan informasiyanın ilkin həcmi qədər informasiyanın miqdarı var. 2-də olan informasiya həcmi 160 megabaytı silmişdi. 20 megabayt da qalmışdı. Onda nə qədər olacaq? 180 megabayt olacaq. Sonra dördüncüdə deyir ki, flash yaddaşda 16-da 1 gigabaytlıq video faylı var. 16-da 1-i biz gəlin megabayta çevirək. 16-da 1 gigabaytı megabayta çevirsək, 16 2 üstü 4'dür. 1 gigabaytımız da 2 üstü 10 megabaytdırsa olacaq 2 üstü 6 64 megabayt. Gəldik 5-cidə. Deyir ki, 5-cidə 5-ci hanı? 5-ci flash yaddaşda 64 megabaytın 4də 1 hissəsi qədər informasiyaya malikdir. 64də 1-in 64'te 1 megabaytın, daha doğrusu 64'ün 4'te 1'i. Onda biz 4'te 1 vurulsun 64 yazmalıyıq. 4'te 1 vurulsun 64 megabayt. Bu da bizə qaytaracaq 16 megabayt. Sonuncu 6-cıya gəldik. Deyir 6-cı flash yaddaşda 7 megabaytlıq qrafik fayl, 2000 kilobaytlıq mətn faylı var. 7-ni vururuq 1024 kilobayta, onu da üzərinə gəlirik 2000 kilobaytı. Bu bizə qaytaracaq 9168 kilobaytı. Deyir ki, olan informasiyanın həcminə görə azalma sırası ilə düzün. Həcminə görə azalma sırası ilə düzmək lazımdır. İndi baxaq görə burada prosesi necə baxacağıq. Həcminə görə azalma o deməkdir ki, çoxdan aza doğru düzün. Onda burada aydın məsələdir ki, biz gəlin indi bunu da təqribi megabaytla ifadə edək. 9000 kilobaytımızı bölürük 1024'ə. Bizə qaytaracaq 8.7 megabayt. Eyni zamanda burada 9168-i 1024'ə böləndə bizə qaytaracaq 8.9 megabayt qaytaracaq. Onda gəlin onları çoxdan aza doğru düzək. Yəni, və burada azalma deyəndə çoxdan aza doğru düzür. Bu rəqəmlərin ölçü vaidləri hamısı megabayt ilə ifadə olunub. Deməli, birinci olacaq üçüncü flash kart. Yəni, üçüncü. Sonra 180'i istifadə edəndən sonra gələcək dördüncü. Dördüncü 64 idi. Bunu istifadə elədik. Sonra gələcək o zaman buradan 20 megabayt var. 20 megabayt ikincidir. Bunu da istifadə elədik. Sonra gələcək 5-ci. Düzdürmü? Bunu da istifadə. Sonra 8.7 yoxsa 8.9. Təbii ki, birinci gələcək 6. Çünki 8.9 megabayt 8.7-dən çoxdur. Sonra da olacaq 1. Demək sıramız olacaq bu. Bu sual özü qəbula düşüb. Yəni qəbul sualı olub. İmeni elə belə, rəqəmləri də eyni elə belə qəbul sualı olubdur. Doğru cavabımız olacaq 3, 4, 2, 5, 6, 1. Yəni A variantı doğru cavabdır. Biraz belə deyək də fərqli sualdır. Digərlərindən yəni həqiqətən də fərqlənir. Və yəni belə deyək də çox da çətin olmayan bir tapşırıqdır.
Keçid alaq demək, biraz səhifəmizi böyüdək. Burada sual yerləşsin deyənə mən kiçiltdim ki, biz hamısını görə bilək. Aha, davam edək 24-cü sualımız ilə. Hı -hı. 24-cü sualımızda bizə verir. Deyir ki, tənliyini həll edin. Bu sual da qəbula düşübdür. Yəni, bu 24-cü sual özü də qəbul sualı olubdur. 2-nin üzərinə gətiririk. 2 üstü 4, 10 üzərində 2x plus 5. Ölçü vahidi, baxın, baytdır. Gəlin, onu da yazaq. Ölçü vahidi baytdır. Bərabərdir. 8-in də əvəzinə 2 üstü 3 x, kilobaytın da əvəzinə 2 üstü 10 bayt yazırıq. Artıq sağ və sol ölçü vahidlərimiz eyniləşdi deyənə, biz hər tərəfi 2-nin üstündə göstərsək, olacaq 8x üstəgəl 20. Lap gəlin buradan baytı da yenə də yazaq. Bərabər olacaq 2 üstündə 3x plus 10. Yenə baytı yazaq. Hər tərəf baytla baytlar ixtisar getdi. 8x üstəgəl 20 bərabər olacaq 3x plus 10-a. Buradan alırıq 5x bərabərdir. Deməli 10. X da bərabər olacaq 2. -10, -2. Deməli, ona görə də 24-cü sualımızın cavabı olacaq Y variantı, -2. 2-nin üstünə gətiririk. Sonra əsaslar eyni olduğuna görə üsləri bərabərləşdirib həll edirik. Qəbul sualı olduğuna görə diqqətlə bilmək lazımdır. İstəsəniz ikisini də 4-ün üstünə də gətirə bilərsiniz. Bəzi tapşırıqlarda məsələn 8-in üzərinə gətirmək belə olur. 25-də informasiyanın ölçü vahidlərini artan sırayla düzün. Artan sırayla. Onda birinci 2 olacaq. Ondan sonra bayt olacaq. Baytdan sonra kilobayt. Kilobaytdan sonra megabayt. Megabaytdan sonra gigabayt. Gigabaytdan sonra isə terabayt. 2, 5, 1, 4, 3, 6 olacaq 25-də B variantı. Hər kəs ölçü vahidlərinin sırasını əzbər bilməlidir. Da bu yadımda qalmır, ay belə, ay elə bəhanələr eləməyin. Çünki dəqiq bilinməli olan bir tapşırıqdır. Deyir 132 səhifəlik sənədin ikinci, 19-cu, 23-cü, bir də sonuncu. Neçə dənə oldu? 1, 2, 3, 4 dənə. 4 səhifəsində qrafik fayl var. Qrafik faylın ölçüləri 128, 512 pikseldən deyir ibarətdir. Hər qrafik təsvirin rəng paydasında 64 rəng var. P bərabərdir 64 yazırıq. P bərabərdir 2 üstü n düsturuna görə 1 piksel yaddaşda 6 bit yer tutur. Yazırıq bura 6 bit. Bizə deyir ki, cavabı kilobaytla ifadə elə. Bitdən kilobayta keçəndə ya 2 üstü 13-ə ya da 1024 vurulsun 8-ə bölürük. 2-nin qüvvətlərinə də bölmək rahatdır. İndi mənə bu rahatdır deyənə mən bunu edirəm. Buradan da ixtisar gedəndə qalacaq deməli 2. 2 ilə 2 4 olur. 4 ilə də 128 ixtisar gedəndə burada qalacaq 32. 32-ni də vururuq deməli 6-ya. Olacaq 192 kilobayt. Deməli, qrafik fayl yaddaşda 192 kilobayt qaldı. Ümumi səhifələrin sayı 132 idi. 132-dən 4-ü çıxanda yerdə qalan səhifə, burada deyir ki, qalan səhifələrin. Deməli, qalan səhifələrin sayı 128 dənədir. Orada 64 sətir var, 64 simvol var və ASCII-də kodlaşdırılıb. ASCII-də kodlaşdırılıb deyəndə bir simvol yaddaşda 1 bayt yer tutmuş olacaq. Baytdan kilobayta keçəndə megabayta 1024-ə böləcəyik. Burada qalacaq 16, 16 ilə də gedəndə qalacaq 4, 4-ü də 128-ə vuranda olacaq 512 kilobayt, 512 kilobayt. Bizdən ümumi həcmi soruşur 192, üstə gəlinsin 512. O da bizə, yəni cəmləyəcəyik 192 kilobayt. 512 kilobayt bizə qaytaracaq 704 kilobayt. Deməli, doğru cavabımız olacaq C variantı 704 kilobayt. Bu olacaq 26-cı sualımız.
Qəbul sualıdır. Düzdür, bunun rəqəmləri fərqli idi, amma yəni qəbulda da imenli buna bənzər sual nümunəsi var idi. Davam edək 27-ci sualımız ilə. 27-ci sualımızda 1 gigabaytın 4də 1 hissəsi neçə baytdır? 1 gigabayt özü 2 üstündə 30 bayt deməkdir. Onun 4də 1-i, yəni 4də 1-ə vurulmasıdır. Olacaq 2 üstü 28 bayt. 4 burada 2 üstü 2-dir. 2 üstü 30-dan 2-ni çıxanda qalacaq 2 üstü 28. Yəni 27-də olacaq A variantı. 28-ci sualımızda qovluğun ümumi həcmi 10 megabayta bərabərdir. Deyir, bu qovluqdan 1024 kilobayt. 1024 kilobaytımız elə 1 megabayt deməkdir. Sonra 2048 kilobayt, 2048 kilobayt, o da bizə verəcək yenə də 2 megabaytı video fayl və 512 kilobayt deyirsə, onu da 1024-ə böləndə 0,5 megabayt deyilir. Deməli, bunların ümumi, yəni olacaq 3,5 megabayt. Biz gəlirik 10 megabaytdan 3,5 megabayta çıxanda qaytaracaq 6,5 megabayt. Deyir, qovluğun həcmi nə qədər olacaq? 6,5 megabayt olmuş olacaq. 29-cu sualımıza gəldik. Deyir ki, ASCII-də kodlaşdırılmış ardıcıllıqla neçə simvol mövcuddur? Burada bizə ASCII deyir deyənə, biz ASCII-də bir simvolun yaddaşda 8 bit yer tutduğunu deyirik. Ondan sonra sayırıq. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Bu oldu bir simvol. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu oldu ikinci. Sonra burada 1 var, onu yeməyək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu oldu üçüncü. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Neçə dənə oldu? 1, 2, 3, 4, 5 dənə. Deməli, bizdə ümumilikdə olan simvolların sayı olacaq 5 dənə. Burada sualda ya müxtəlif soruşmur, ya təkrarlanan soruşmur, ya eyni soruşmur deyənə də o anlayışa baxmırıq. Məsələn, suala diqqətli olsaq, bizdən məsələn soruşa bilər ki, eyni olanlar, neçə dənə məsələn təkrarlanan var. Bax, burada diqqətli olun. Məsələn, bax, bu birinci ilə, bax, 0-1 ilə başlayır, 1-0 ilə qutarır. Baxın, bax, bu 0-1 ilə başlayır. Bunlar ikisi eynidir. Bax, bununla buna bir dənə hərfdir, yəni ikisinin də kodları eynidir. Sonra başqa varmı? Bax, eyni bax burada. İndi bax, bununla, ona da başqa bir rəng qoyaq. Məsələn, bax, 0-1 ilə başlayır, 1 ilə qutarır. Bunlar da ikisi eynidir. Qalanları amma fərqlidir, səhv eləmirəmsə. Hə, qalanları fərqlidir. Məsələn, bu A hərfidirsə, bu olacaq B. Bu yenə A olacaq. Bu C fərqlidir, bu da olacaq B. Çünki eynidir axı. Eyni olanlar eyni hərfin kodudur. Onda deməli, burada məsələn bizdən soruşsa ki, təkrarlanmayan simvolların sayı, onda biz məsələn biz təkrarlanmayan bir dənə simvol var, C hərfi. Və yaxud da müxtəlif desə, onda A, B, C 3 dənə olar. Bizdən sadəcə ardıcıl, yəni ümumi simvolların sayını soruşduğuna biz dedik 5 dənə. Yəni ona görə suallarda burada müxtəlif, təkrarlanan, təkrarlanmayan, eyni olan, eyni olmayan, müxtəlif olan soruşa bilər. Sadəcə sualı indi çox sadə qoyub ki, məsələn, neçə dənə simvol var və salam. Neçə dənə simvol var deyəndə 8-8 ayırırıq və salam, onda olanların sayı olacaq 5 dənə. 30-cu sualımızda deyir 30 gigabayt informasiyanı bit ilə ifadə edin. Gəldik burada. Baxın, bax, bu 30-u vururam. 1 gigabaytımız 2 üstündə 33 bit deməkdir. Biz 30-u necə xırdalaya bilərik? Yəni, 2-nin qüvvəti kimi 30-u nə yazmaq olar? 2 vurulsun 15 də yaza bilərik, düzdürmü? Yəni, 30-u.
Ha, 30 deyil ki 20-dir. Mən niyə 30 yazmışam? Deməli 20-dir. Onda 20-ni elə avtomatik 5 vurulsun 4 kimi yaza bilərik. Burada da olacaq deməli 5 vurulsun. 4-ün əvəzinə 2 üstü 2 yazırıq. 2 üstü 2 ilə 2 üstü 33 olacaq elə 2 üstü 35 bit. Yəni olacaq cavab variantımız Y variantı ki 5 vurulsun 2 üstü 35 doğru cavabdır. Deyir ki, informasiyanın həcmi 21 kilobayt olarsa, neçə dənə simvol var? ISK-də bir simvol, yaddaşda 1 bayt yer tutur. Deyirik ki, neçə dənə simvol 21 kilobayt yer tutacaq? Buradan x bərabərdir 21. Kilobaytın əvəzinə 1024 bayt yazıram. Çünki ixtisar aparanda eyni ölçü vahidlərinə gətirməliyik. Baytla bayt ixtisar gedəcək. 21-i vuracağıq 1024-ə. 21-i də 1024-ə vuranda alırıq 21504. Cavabımız olacaq D variantı. Məsələn, simvol sayı tapanda heç bir ölçü vahidi qalmamalıdır. Elektrik sayğac ISK kodlaşdırmasında olan informasiyanı 16 simvollu standartlı əlifbaya çevrilmişdir. Daha sonra məlumatın 50% silindikdən sonra 20 bayt həcmi qalarsa, məlumat çevrilməmişdən əvvəlki ilkin həcmini müəyyən edin. Bunlar əvvəl Kodera test kitabında, yəni belə tapşırıqlar var idi. İndi dimə də salıblar. Gəlin baxaq. Bax, ISK-də bir simvolu yaddaşda 8 bit yer tutur. 16 simvollu əlifbaya çevrilib, olubdu 4 bit yer tutubdu. Daha sonra 50% silinibdir. Bax, 50% silinib yazıb. Bunu mütləq belə yazın ki, görəsiz. 50% silinibdir. Deyir, o 50% silinəndən sonraki həcmi 20 bayt qalıbdır. Yəni, bax, 50%-in özü 20 bayt deyil, ha. 50% silinəndən sonraki həcm 20 bayt qalıbdır. Deməli, indi burada necə yazacağıq? Baxın, 50%-i silib 20 bayt qalmaq, yəni yarısını siləndə 20 bayt qalıb da. Nəyin yarısı 20 eləyir? 20 vurulsun 2, 40 baytın. Deməli, o yarısı silinməmişdən əvvəl 40 bayt imiş. İndi gəlirsiniz burada, bax, əgər 4 bit ilə kodlaşdırılanda 40 bayt idirsə, bax, burada diqqətli olun. Bax, 4-dən 8-ə keçəndə 2 dəfə artıbdır. Deməli, bu həcm də 2 dəfə artacaq, olacaq 80 bayt. İndi bizdən də soruşur ki, yəni əvvəlki həcmi, soruşur ki, informasiyanın əvvəlki həcmini müəyyən edin. Deməli, əvvəlki həcmin 80 bayt imiş. Bax, bir də izah edirəm. Addım-addım yazırıq. Baxın, yəni bax burada ISK ilə kodlaşdıranda bir simvol 8 bit yer tutur. 16 simvolda 4 bit yer tutur. Sonra 50% silinibdir, qalıbdır 20 bayt. O da 50%-ni silmək yarısını sil deməkdir da. Yəni 100%-dən yarısını. Bu belə də eləyə bilərsiniz. Məsələn, 50%-ni siləndə 20 bayt qalıbdır. Yəni orijinalı 100%-i nə qədərdir? Belə də tapa bilərsiniz. Bəzən deyirlər ki, müəllim, mən bu başa düşmürəm. Ona görə belə də eləyə bilərsiniz. Buradan x bərabərdir 40 bayt aldıq. İndi 4 bit 40 baytdırsa, bax bu 4-dən 8-ə keçəndə 2 dəfə artıbdır. Onda 40-ı da 2 dəfə artırırıq, olur 80 bayt. Deməli 32-nin cavabı olacaq A variantı. Gəldik 33-ə. Deyir ki, buradan 25, üstəgəl 25, üstəgəl bərabərliyinin doğru olduğu say sistemində verilmiş bu ədədin ikilik kodu neçə bitə bərabərdir? Deməli, burada gəlin yazaq. Bax, 25 indeksinə x yazırıq. Digəri yenə də 25 indeksinə x. Burada x yazırıq. Bərabər eləyirik 72x-a. 0, 1 yazıram. 0, 1 yazıram. 0, 1 yazıram. 0, 1. Olacaq 2x plus 5. 2x plus 5. 2x bərabər olacaq 7x plus 2-yə. Burada olacaq x bərabərdir 8. Deməli, bu 8-lik say sistemindədir. İndi bizə deyilir ki,
Bax bu 2, 5, təzədən 2, 5, bax bu 20. Deyir 8-lik ədədinin ikilik kodu neçə bitə bərabərdir? Deməli bu 8-lik say sistemində bir simvol yaddaşda 3 bit yer tutacaq. Yəni 8 bərabərdir 2 üstü üstü bir simvol 3 bit yer tutacaq. Onda burada 1, 2, 3, 4, 5, 6 dənə simvol var. 6-nı vururuq 3 bitə, yer tutacaq 18 bit. Ona görə də deməli 33-də cavabımız olacaq C variantı. Bu sual say sistemlərinə aiddir. Sadəcə burada da yəni gəlib düşübdür. Davam edək 34-cü sualımız ilə. Deyir ki, həcmi 80 megabayt olan fayl elektron poçtla göndərilən zaman 80-20% arxivləşdirildi. Bundan sonra faylın həcmi neçə bayt oldu? Biz qeyd elədik ki, əgər biz deyiriksə ki, 20% arxivləşdirildi, yəni həmin faylın qalıbdır 80%. Bu da olacaq 64 megabayt. İndi bizə deyir ki, 64 megabaytımız neçə bayt olubdur? O da olacaq 2 üstündə 26 bayt olmuş olacaq. Deməli, doğru cavabımız olacaq 34-də B variantı. 35-ci sualımızda dərs adlı qovluqdakı faylların həcmi 400 megabaytdır deyir. Deyir ki 400 megabayt qovluğun ümumi həcmi 400 megabaytımız. Sonra onu çeviririk deməli 2 gigabaytımızı çevirəcək olacaq 2048 megabayt. Yəni gigabaytdan megabayta çevirəndə 1024-ə vururuq, düzdürmü? Sonra burada olacaq 112 megabayt, 2048 deməli megabayt, sonra 1,5 gigabaytdır. 1,5-i biz 1024-də vuranda düşəcək 1536 megabayt. Artıq hər birini megabayt ilə ifadə etdik. Bunları cəmləyək. 1536 üstə gəl 2048, üstə gəl 112, üstə gəl 2048, üstə gəl 400. Bizə qaytaracaq 6144 megabayt. Cavablarda 6144 megabaytı almırıq deyənə 6144 megabaytı bölürük deməli 1024-ə olur deməli 6 gigabayt. Ona görə də burada doğru cavabımız olacaq deməli 6 gigabayt. Ümid edirəm aydın oldu. Davam edək 36-cı sualımız ilə. Arif mətn faylını ASCII-də, Murad isə eyni faylı Unicode'da kodlaşdırıldı. ASCII kodlaşdırmasında mətn 6 kilobayt az yer tutdu. Bu mətndə simvolların sayını hesablayın. Əslində, yəni bu sadə hansısa bir düstur ifadə eləmir da. Yəni 6 vurulsun 1024 olacaq 6144 dənə simvol olacaq. Amma bunun qaydasını öyrədim sizə. Baxın, Unicode-da bir simvol yaddaşda 16 bit yer tutur. ASCII-də bir simvol yaddaşda 8 bit yer tutur. Çıxırıq, vururuq simvol sayına, bərabər edirik həcmə, yəni 6 kilobayta. Burada 8 bit vurulsun simvol sayı bərabər olacaq 6 vurulsun 2 üstündə 13 bit olacaq. Simvol sayı bərabərdir. 6 vurulsun 2 üstündə 13 bit bölünsün 8 bit olacaq. 8 bit. Burada bitlər ixtisar gedir. 2 üstü 13 ilə də 8 ixtisar gedəndə burada qalacaq 2 üstü 10, yəni 1024. 6-nı da 1024-ə vuranda alacağıq. Deməli, 6 vurulsun 1024 bizə verəcək 6144. Deməli, simvol sayı oldu belə. İndi ASCII ilə Unicode-u hamımız rahatlıqla tapırıq. Amma başqa simvollu əlifba verəndə problem olur. Bunun qaydası belədir. Bir əlifbanın yaddaşda tutduğu çox yerdən az yerə çıxıb, vururuq simvol sayına, bərabər edirik həcmə.
Buradan tapırıq simvol sayını. Vəssalam. Deməli, ASCII-də 6144 bayt yer tutur. Unicode-da isə bundan 2 dəfə artıq. Yəni 2 vurulsun 6144 bayt olmuş olacaq. Yəqin ki, aydın oldu və anlaşılan oldu və başa düşdük. Aha, deməli bu da 36-cı sualımız idi. Gəlin 40-a qədər izahını verək, görək deməli. Bəlkə biraz böyüdək ki, tam sualı aydın şəkildə görəsiniz ekranda. Aha, indi oldu. Deməli, gəldik 37-ci sualımıza. 37-ci sualımızda bizə deyilir ki, 8-də 1 vurulsun 2 üstü 40 bit informasiya 75% sıxıldıqdan sonra onun həcmi neçə megabayt olacaq? Diqqətli olaq. Baxın yoldaşlar, birinci burada 8'də 1, 2 üstü 3'dür. Burada da 2 üstü 40 bit. İxtisar gedəndə 2 üstü 40 ilə 2 üstü 3 qalacaq 2 üstü 37 bit olacaq. Biz 2 üstündə 37 biti keçirdəcəyik megabayta. Bitdən megabayta keçəndə 2 üstü 20-yə bölürük. Böləndə üstlər çıxılır. Olur 2 üstü 17 megabayt. İndi bize deyilir ki bu 2 üstü 17'ni bak bu 2 üstündə 17 megabaytı 75% sıxmaq. 75% sıxmaq onun 0,25'e vurmaqdır. Niyə görə? Çünki 100%-dən çıxırıq 75'i bizə verir 25. 25 də olacaq 0,100-də 25. İndi biz burada 0,25'də 4'də 1'dir də. Onda biz burada 2 üstü 17'ni düzdürmü? 2 üstü yox, megabayta çevirəndə 2 üstü 23'e böləcəyik. Bunlar biraz problem oldu. Deməli, gəlin. Aha, bax burada 2 üstü 23'e böləcəyik. Burada qalacaq 2 üstü 14. Burada da 2 üstü 14. 4'də 1'e vuranda qalacaq 2 üstü 12 megabayt. 2 üstü 12 megabaytımız da 4096'dır. Cevap olacaq B variantı. Yəni 37'də olacaq B variantı. Davam edək növbəti sualımız ilə. Deməli, 38-ci testimiz ilə davam edək. 38-ci testimizdə hesablayın verilibdir. Cavab variantlarında megabayt da görürsünüz, gigabayt da və megabayt. Deməli, ölçü vahidi olaraq ya megabayt ya da gigabayt ilə ifadə olunmalıdır. Gəlin baxaq. Deməli, burada birinci 2012 kilobayt ilə 548 kilobaytı cəmləyək. Deməli, 2012'nin üzərinə 548 gələndə bizə verəcək 2560 kilobayt. Yəni ikisini cəmlədim. 2560 kilobaytı da biz 1024'ə bölsək, alacağıq 2,5 megabayt. Burada da 0,5 megabaytı görürük. Bu bizə qaytaracaq, deməli 3 megabaytı. 3 megabaytı. İndi bu 3 megabaytdır. Burada da 2 gigabayt var. Deməli 2 vurulsun 1024 megabayt yazırıq. Olacaq 2048 megabayt. Üstə gəlsin 3 megabayt. Bu da bizə verəcək 2051 megabayt. Deməli doğru cavabımız olacaq Y variantı. Yəni 38-ci sualın cavabı olacaq Y variantı. Sonra 39-cu sualımıza gəldik. 100 kilobayt sonra gəldik deməli. Deyir ki, bit ilə ifadə edin. Gəlin birinci hər birini kilobayta çevirək. Yəni 1000 kilobayt çıxılsın. 0,5 megabaytı 1024'ə vurduqda 512 kilobayt eləyir. Üstünə də 536 kilobaytı gələk.
Artıq ölçü vahidləri hər birində eynidir deyənə, onlar üzərində müəyyən bir əməliyyatı apara bilərik. 1000-dən 512-ni çıxıb, üzərinə də 536-nı gəldikdə olacaq 1024 kilobayt. Bizə cavabı bit ilə ifadə edin deyir, yəni nəticəsini bit ilə ifadə edin deyir. O da nə verəcək? 1024 kilobaytdır. 1024 özü 210-dur. 1 kilobaytımız da 213 bitə bərabərdir. Cavab olacaq 223 bit. Bizdən də cavabı bitlə istədiyinə görə deməli 39-un cavabı olacaq B variantı. 40-cı sualımıza keçdik. 40-cı sualımızda ifadəsinin nəticəsini müəyyən edin deyir. Deməli, birinci 1792-nin 2 ilə ixtisar edəndə bizə verəcək 896 kilobayt. Yəni 896 kilobayt olacaq. Üstə gəlinsin. 384 ilə 3-ü ixtisar aparanda olacaq 128 kilobayt. Biz 896 ilə deməli 128-i cəmləyəndə alırıq 1024 kilobayt. Kilobayt ilə ifadə olunanlara baxırıq ki, doğru deyil. Biz bilirik ki, 1 kilobaytımız həm də 1 megabaytdır. Deməli, ona görə 40-cı sualımızın cavabı olacaq C variantı. 41-ci sualımızda 22 gigabayt neçə bitdir? 1 gigabaytımız 2 üstündə 33 bitə bərabərdir. 11 vurulsun 2 üstü 1 vurulsun 2 üstü 33. 11 vurulsun 2 üstündə 34 olacaq. Bu da doğru cavabımız olacaq C variantı. Gəldik 42-ci sualımıza. Deyir ki, məlumat üzərində bir neçə əməliyyat aparıldı. İlk olaraq məlumatın 5də 3 hissəsi silinmiş, daha sonra isə, bax burada 5də 3 hissəsi silinmişdir. 5də 3 hissəsini sil yaz. Bax, belə bunu mütləq qeyd eləyin. İndi siz 5də 3 hissəsi silinibsə, deməli qalan hissəsi 5də 2-dir. Deyir, daha sonra qalan məlumatın yarısı silinmiş, ondan sonra bax, yarısı silinibdir. Yarısı silinəndən sonra isə 75% arxivləşdirilib. 75% arxiv yazıram. 75% arxivləşdirmək, yəni 75% azaltmaq deməkdir. Və nəticədə 20 megabayt qalıb. Elə 75% arxivləşdiriləndən sonra 20 megabayt qalıb. Bunu siz necə eləyəcəksiniz? 75% arxivləşdirmək onun 25%-i qalmaqdır. Deməli, 25%-i 20 megabaytdırsa, bura yazırsınız ki, bu faylın 100%-i nə qədər idi? Onda buradan, yəni biz alacağıq ki, siz bilirsiniz ki, bunu indi, məsələn, biz 100-ü 25-ə böləndə, 25-dən 100-ə keçəndə 4 dəfə artır. Deməli, olubdur 80 megabayt. Bax, bura aldıq 80 megabayt, bura aldıq 80 megabayt. Yarısı silinib 80 megabayt olub. Nəyin yarısı 80-dir? Olacaq deməli 160-ın yarısı 80. Ondan sonra deyir ki, 5də 3 hissəsi silinəndən sonra 160 qalıbdır. Onda 5də 3 hissəsi silinibsə, nə qədərəsi, yəni 5də 3 hissəsi silinibdirsə, onda nə qədərəsi qalacaq? Təbii ki, burada biz 5də 2-sini tapmalıyıq da. Bax, 5də 2-sini tapmalıyıq. 5də 2-sini tapmaq üçün də buradan aldığımız 160-ı 2də 5-ə vuracağıq. Və yaxud da belə eləyə bilərsiniz. Məsələn, 160 bölünsün 2də 5. Onda da burada bizim üçün alınacaq 160 vurulsun 5 bölünsün 2. Bu da bizə qaytaracaq 400. Deməli, doğru cavabımız olacaq 400 megabayt. Cavab variantımız oldu D variantı. 5də 3 hissəsi silmək, onun 5də 2-si qalmaqdır. Biz faylımızın həcmini 2də 5-ə vuraraq, onun yəni 5də 2 hissəsini tapa bilərik. O da olacaq 400. Deməli, ona görə də 42-ci sualımızın doğru cavabı olacaq 400. Çox maraqlı bir sual nümunəsidir. Eyni zamanda çətinliyi artırılmış sual nümunəsidir. Keçid aldıq 43-cü sualımıza. Deyək ki, qovluqda mətn və video sənədlərdən ibarətdir. Həcmi də 10 megabaytdır.
Deyir ki, buradan 3,5 megabaytlıq video faylı, 3,5 megabayt video faylı plus bax bu 2560 kilobaytımız 2,5 megabayt deməkdir. Bu olacaq 6 megabayt. Deyir ki, 6 megabayt silindi. 6 megabayt silmək, yəni oradan 6 megabayt çıxmaq deməkdir. Qalacaq 4 megabayt. Sonra deyir ki, 512 kilobayt əlavə olundu. 512 kilobaytımız 0,5 megabaytdır. Yəni bu 4-ün üzərinə də 0,5 megabayt gələndə olacaq 4,5 megabayt. 4,5 megabayt. Deyir ki, qovluqda neçə megabayt həcmində informasiya qalar? Deməli, qovluqda olan informasiyanın həcmi 4,5 olmuş olacaq. Doğru cavabımız olacaq D variantı. Bax, əlavə edilib deyəndə üzərinə gəlirik, silinib deyəndə isə çıxmadan istifadə edəcəyik. Növbəti keçdik 44-cü sualımıza. Deyir ki, buradan diqqətli olaq, nəticəsini gigabaytla müəyyən edin deyir. Deməli, gəlin birinci diqqətli olaq. Baxın, burada 3072 megabaytımız bizim üçün olacaq 3 gigabayt. Yəni bu tam hazır. İndi 16 üstündə 8-i 2 üstü 4 yazıram. 10 da üstündə 8 bit yazırıq. Bu bizə qaytaracaq 2 üstündə 32 bit. Siz də bilirsiniz ki, bitdən gigabayta keçəndə 2 üstü 33-ə böləcəyik. Olacaq 0,5 gigabayt. Sonra gəldik 2 üstü 31 bayt. Baytdan gigabayta keçəndə 2 üstü 30-a bölürük. Bax, bitdən gigabayta keçəndə 2 üstü 33-ə bölürük. Amma baytdan gigabayta keçəndə 2 üstü 30-a bölürük. Qalacaq 2 gigabayt. 8 üstü 8. 8-i yazıram 2 üstü 3. Onun da üzərində 3 dəfə 8, 24 kilobayt olacaq. Kilobaytdan biz megabayt, gigabayta keçəndə 2 üstü 20-yə bölürük. Qalacaq 2 üstündə 4 gigabayt. 2 üstü 4 də 16 gigabaytdır. İndi aldığımız ədədləri toplamalıyıq. Bax, 3-ün üzərinə 0,5 gəlirəm. Olacaq 3,5. 10 üzərinə 2 gəldim. 5,5. 10 da üzərinə 16 gəlirik. 21,5 gigabayt olmuş olacaq. Yəni 3-ünün cəmi. Cavab olacaq A variantı. Keçid alaq 45-ci sualımıza. 45-ci sualımızda deyilir ki, kompüterin yaddaşında 4 eyni həcmə malik olan fayl və hər birinin qısa yolu, deməli, birinin qısa yolu 4 kilobayt yer tutub saxlanılıbdır. Bax, deməli, diqqətli olun. 4 dənə eyni həcmli fayl var. 4 dənə eyni həcmli fayl var. Deyir ki, bir qısa yol fayl 4 kilobayt yer tutur. Biri 4 kilobayt yer tutur. Deməli, bir qısa yolun həcmi 4 kilobaytdır. Yəni, bir qısa yol 4 kilobayt yer tutur. Deyir, onlar birlikdə diskdə 24 megabayt, 16 kilobayt yer tutmuşdurlarsa, 2 fayl və bir qısa yol nə qədər olar? Bax, burada 24 megabayt, üstə gəlinsin 16 kilobayt yazıram. Bu 4-ü birlikdədir. İndi bunu biz 4-ə böləndə, burada 24-ü 4-ə böləndə düşəcək 6 megabayt. Deməli, fayl 6 megabaytdır. 16-nı da 4-ə böləndə 4 kilobayt da, yəni bir dənə qısa yola düşəcək. Bax, qısa yola düşəcək, qısa yola. İndi bizə deyir ki, 2 dənə fayl. Onda 2 fayl olanda 2 vurulsun 6 megabayt, üstə gəlinsin bir qısa yol. Bir qısa yolumuzda 4 kilobayt olacaq. 2-ni 6-ya vuranda olur 12 megabayt, üstə gəlinsin 4 bir fayl və 2 qısa yol silinərsə, qalan fayllar və qısa yollar birlikdə. Burada indi bizdən silinməyi soruşur və ümumi həcm budursa, biz gəlirik bunu çıxmalıyıq. Çünki bizdə artıq bunların yaddaşı nə qədər oldu? 12 megabayt, 4 də kilobayt. 24-dən 12-ni çıxanda olacaq 12 megabayt, 16-dan da 4-ü çıxanda olacaq 12 kilobayt. Deməli, 12 alacaq, 45-də olacaq A variantı.
Bir daha deyirəm. Deməli, bax burada bizə deyilir ki, 4 dənə eyni həcmli fayl var və malik və hər birinin həcmi eyni olan qısa yol var. Deyir ki, o 4 dənəsi birlikdə 24 megabayt və 16 kilobayt yer tutublar. Onda biz bir qısa yolun da həcminin 4 kilobayt olduğunu verirsə, onda 4 dənəsi 4 vur 4 16. Deməli, burada kilobayt ilə ifadə olunan qısa yoldur. Bir dənə qısa yolun 4 kilobayt yer tutduğunu bildik. Ümumi faylların həcmi 24 megabayt idisə, 24-ü bölürəm 4-ə düşəcək deməli 6 megabaytlıq fayl. İndi bizə deyir ki, 2 fayl bir qısa yol silinərsə, ilk öncə biz 2 fayl bir qısa yolun həcmini tapmalıyıq. 2-ni vururam 6-ya 12 megabayt, 1-i vururam 4-ə 4 kilobayt. Deməli 2 qısa yol, bir dənə fayl yaddaşda 12 megabayt, 4 kilobayt yer tuturlar. 24-dən çıxıram 12 megabaytı, verəcək 12 megabayt, 16-dan çıxıram 4-ü, verəcək 12 kilobayt. Doğru cavabımız olacaq A variantı. Biraz fərqli sualdır. Amma yəni məncə diqqətli yanaşaraq daha rahat şəkildə yaza bilərsiniz. Davam edək 46-cı sualımız ilə. Deməli, 46-cı sualımızda deyilir ki, hər hansı qovluqdakı faylların birlikdə ölçüləri 124 kilobayta bərabərdir. Həmin qovluqların ölçüləri uyğun olaraq, deməli, 1024 bit, 896 bayt, 2 kilobayt olan 3 fayl yazıldıqdan sonra qovluğun həcmini soruşur. Bax, burada 24 bitimizi gəlin çevirək bayta. 24-ü bölürük 8-ə, olur 128 bayt. Digəri 896 baytdır, belə veribdir. Bunların ikisini cəmləyəndə, yəni hansı ki 128 ilə 896-nı cəmləyəndə bizə qaytaracaq 1024 bayt. O birisi də onsuz da 2 kilobaytdır. 1024 baytımız da 1 kilobayt olur da. Deməli 1 kilobaytla da 2 kilobaytı cəmləyirik. Burada sualda verilən olacaq 3 kilobayt. Deməli, əlavə olunan faylın həcmi 3 kilobayt imiş. Ümumi 124-dürsə, üstünə də 3 kilobaytı gələndə olacaq 127 kilobayt. 127 kilobaytımız da olacaq A variantında. Deməli 46-da olacaq A. Keçdik 47-ci sualımıza. 5 megabayt boş sahəsi olan diskdə 1024 bayt həcmində mətn faylı və yazıldıqdan sonra diskdə neçə kilobayt yer qalar? İlk öncə 5 megabaytımızı çeviririk kilobayta. Vururuq 1024-də olacaq 5120 kilobayt. Deyir ki, 1024 baytdır. Bu baytı kilobayta çevirsək, bizə verəcək 1 kilobayt. Sonra 402 kilobayt onsuz da burada var. 2 megabaytı da çevirəndə olacaq 2048 kilobayt. Bunların üçünün cəmi, yəni bunların üçünün cəminə baxırıq. Deməli 1, üzərinə gəlirik 402, üzərinə də gəlirik 2048. Bizə verəcək 2451. 2451. Deməli 5120-dən çıxıram 2451-i. Bu bizə nəyi verəcək? Yəni 5120-dən çıxanda bizə qaytaracaq 2600 deməli 69 kilobaytı. Doğru cavabımız olacaq D variantı, yəni 47-də alacağıq D-ni. Cavab variantımız da doğrudur. Davam edək 48-ci sualımız ilə. Deyir ki, arxivləşdirilmiş faylın informasiya tutumu 8 kilobaytdır. Fayl 60% sıxılmışdır. Deməli 100-dən çıxırıq 60-ı. Deyirik ki, əgər 40%imiz 60 40%imiz 8 kilobaytdırsa, 40%imiz 8 kilobaytdırsa, 100%imizə yazırıq X. Burada da yəni 100-ü vururuq 8-ə, olur 800, bölürük 40-a, olur 20 kilobayt. Deməli, fayl əvvəl 20 kilobayt olub ki, o 60% arxivləşdirilib, olubdur 8 kilobayt.
Bizdən nə soruşur bircə dəqiqə? Deməli, 48-ci sualımızda yox. Deyir ki, arxivləşdirilmiş faylın həcmi ilə faylın ilkin həcminin cəmi. Biz aldıq ilkin həcmi. Bu ilkin həcmdir. Bizdən deyir ki, həm arxivləşdirilmişlə, həm də ilkin həcmi. Onda olacaq 20 plus 8. 28 kilobayt olmuş olacaq. Sualın şərtində ilkin həcmini soruşmur. İlkin həcmi ilə arxivləşdirilmişi soruşur. Onların da ikisinin cəmi olacaq 28 kilobayt. Sonra bir faylın həcmi 250 megabaytdır. O 75% azalmışdır. Deməli, 250 megabaytdırsa, qeyd elədik ki, 75% azaltmaq onun 25%-ni tapmaq deməkdir. Yəni 25%-ni tapmaq da 0,25-ə vurmaqdır. Bu da olacaq 128 megabayt. İndi bizə deyir ki, bu halda faylın həcmi nə qədər olar? Biz cavablarda aldıq, deməli, nə qədər aldıq? 1/4 ilə ixtisar gedəndə neçə qalır? Deməli, 128-i hardan aldıq? 64 megabayt olacaqmı? 64 megabayt. Onda bizim, deməli, 49-da cavab variantımız olacaq 64 megabayt. Növbəti keçid alaq 50-ci sualımıza. Deyir ki, 8-də 2 plus 2 üstü 2 vurulsun 16 ölçü vahidi də bitdir. Deyir ki, neçə bayta bərabərdir? 8-də üstü 2 64-dür. Burada da 4-ü vururuq, yenə də 64 olacaq. Onda olur 128 bit. Bitdən bayta keçəndə də 8-ə bölürük, düşəcək 16 bayt. Düzdürmü? Ona görə də 50-ci sualımızın cavabı olacaq 16 bayt. Sonra, deməli, bu videoda biz sizinlə 1-dən 50-yə qədər sualların izahlarını paylaşdıq. Növbəti videoda isə 51-dən 73-ə qədər olan sualların izahlarını sizinlə paylaşacağım. Sağ olun, sağlıqla qalın.